Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 4 otaqlı ev 7 sotun içərisində. Torpaq sahəsi 7 sot, 4 otaqlı ev, kvadratı da 150 kvadrata yaxın. Ev satışa çıxarıldı 170 min manata. Zəhmət olmasa yavaş-yavaş yaxınlaşaq. 170 min manatdan ev sahibi özü endirim eləyəcək. Paket kupçalı evdir. Yəni evində kupçası var, torpağın da kupçası var. Yəni nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır. Bax bu gördüyünüz bu ev, görürsünüz. Üstü çerepiçadır. Bütün nə burada avadanlıqlardan istifadə olub, hamısı qaranti ilə, yəni firma mallarda özünüzün də evin içərisində görəcəksiniz. Hamısının da sənədləri evdə var. Kanalizasiyasındakı mərkəzi kanalizasiyadır, bu da onun trapıdır. Ümumi sahəsi də 7 sotdur. Bax buradan bir dənə həyəti göstərin. Gəlin zəhmət olmasa buranı da göstərək bura. Bax, bura qədər hamısı evə aid olan həyətdir, bax. İndi bu setkanı elə belə çəkmişsiniz də. O ərazi hamısı bu evə aiddir, görürsünüz. Həyət düşür. Bax belə. 7 sotun içərisində, 7 sot yarımın, hətta 7 sot yarımın içərisində 150 kvadratlıq evdir. 170 min manatadır qiyməti. Qiymətində endirim olunacaq. Paket kupçalı evdir. Qaz, su, işıq sayğacları var. Kanalizasiyası mərkəzidir. Bax, həyətdə belə bir besetkası da var, görürsünüz. Bir dənə darvazanı da göstərək. Bax belə. İndi zəhmət olmasa buradan duraq bir dənə bu balkonu göstərək. Bax, burada terrasdır, yəni mətbəxdən birbaşa çıxmaq olur da bura. Qapı da var. İndi yavaş-yavaş yaxınlaşaq. Deməli, 3-4 daş, neçə daş da hündürlüyündədir? 7 daş hündürlüyündədir. 4 daş buradadır, sonra qalanı da tam etlə doldurublar. Buradan bir dənə belə ayaqqabı ilə girmək olar bura. Bax, burada yayda oturmağadır. Bax, qəşəng səliqəli, görsün nə qəşəng yerdir. Bu da mətbəxin qapısıdır. Bax, belə setka da qoyublar, setkanı çəkəndən sonra qapını açıb, buradan da mətbəxdən, yəni bura girib çıxmaq olur. İndi hal-hazırda divan qoyulub, müvəqqətidir o. Bax belə, çox səliqə səhmanı, dəmir raşotkalarına qədər qoyulub. Hər bir şey hazır vəziyyətdədir. 7 sotun içərisindədir, 4 otaqlı ev, şəxsi özləri üçün tikilmiş evdir. Hələ indi evə baxın, evə gəlin içərisinə baxaq. Bax, bu evimizin koridorudur. Bura neçədir tək koridor? 3 metr enidir, 9.30 uzunluğudur koridoru. Bax, mən axıra qədər gedirəm, koridora bir dənə baxaq. Bax, koridora baxırsınız. Koridorun lap qutaracağında hamam tualetli, sanitar qoşalıdır, ayrı-ayrıdır, görürsünüz. Hamam ayrı, tualet ayrıdır. Ondan sonra nə izah eləmək istəyirəm? Bu evin ümumi sahəsi hamısı polu, beton, monolit betondur, düzdür? Bütün betondur. Sadəcə koridor, hamam, tualet, istipoldur, qalanlarında radiatordur. Bax belə, bunu demək istəyirəm. İndi yavaş-yavaş birinci gəlin mətbəxə baxaq. Gəlin birinci mətbəxə baxaq. Bax, bu mətbəximizdir. Neçədir mətbəx, bilmirsiniz? Hə, bax, bu mətbəx mebeli bilirsiniz, kombidir, radiatordur, mətbəx mebeli evin içərisində qalacaq. Sadəcə ev yəsi izah elədi ki, kimsə gəlib bu evi bəyənsə, baxsa, ola bilər, bəzi əşyalarını saxlaya bilərsiniz də, düzdür? Əşyalarını saxlaya. Bayaq göstərdiyim bu qapıdır, bax. Balkona çıxmaq üçün qapıdır. Onu çöldən göstərmişdim, içərdən də göstərdim ki, tam dəqiqliyinə görəsiniz. Şəbəkə pəncərələrlə, pəncərələri də. Qapılar da qəşəng qapıdır. Çox deyib burada danışılan şeylər, sadəcə özünüz gəlin bu evə rahat baxın. Saray qəsəbəsindədir ev. Bir də bunu göstərim kupçasını. Bax, paket kupçalı evdir, bu da tek pasportudur. Yəni, nəqd satışa da yararlıdır, ipoteka da yararlıdır, onu demək istəyirdim. Bu da qonaq otağıdır, yəni zalıdır. Bura baxaq zalına. Görürsünüz nə qəşəngdir, bax. Buranı bilmirsiniz, eni uzunluğu nə qədərdir? 9.35'ə. Zəhmət olmasa stolların yanından bir dənə çəkin mənim bu tərəfi. 9.35'ə tək qonaq otağıdır. 9.35 metr eni qonaq otağıdır, bax bu zalıdır. Görürsünüz, bax dururam, tam dəqiqliyinə görərsiniz. Yeri də ki, qəşəng laminatdır. Bir də izah edən evin bütün polu, hamısı beton, monolitdir. Fundament neçə çəkmişsiniz? 50-nin 40'a fundament tökülüb. Fundamentdən sonra qoymuşsunuz o betonu. Üstündə də kəmər fırlatmışsınız. Hamısının dəqiqliyinə gəlib burada görəcəksiniz. Zalında, qonaq otağında. 3 dənə bax belə pəncərəsi var. 2 pəncərə yan həyətə baxır. Bir pəncərə də evin qabağına. Bayaq çəkilişə başladığım yerdən. Sonra baxaq olursa otaqlara. Bax, kupçadan laf dəqiqliyinə sizə göstərim burada yazdı. 147 kvadrat. Kupçada yazılıb. Mən 150 demişim, 147 kvadrat kupçada yazılıb. Burada bir yataq otağı var. Bax, bir yataq otağı buradadır, görürsünüz. Bütün otaqları genişdir. Böyük otaqlar var. Sonra bir otaq buradadır. Yerin laminatına da bir dənə göstərir laminat. Görsün nə qəşəng razmeşka laminatı vurublar. Bax, bir otaq buradadır. Bir otaq da burada. Buranı da göstərək. Bir otaq da buradadır. Bax, bura qədər cərrəbçi otağı tam dəqiqliyinə görəsiniz. Bütün pəncərələrdən də öz həyətinizə baxırsınız. 7 sot yarımın içində
150 kvadrata yaxın evdir. 170 min manata. Sanitar qovşaqlarını göstərək. Görürsünüz ayrı-ayrıdır. Bax bu hamamıdır. İndi ayaq yolunu da göstərək. Bax bu da ayaq yolu. Bax belə. Deməli. Hə, evin arkasında da ambar var. Evin indi mən ona vaxt aparmaq istəmirəm. Onları gəlib canlı göstərəcəm. Evimizin arkasında sklad kimi var. Qapısı var. Bütün artıq şeyləri, balon, banka, nə bilim, çəkiz, mismar, nə var artıq əldə yolda olanlar hamısını yığıblar ora. Dəmir qapısı da var, seyf qapısı var. Bağlayıb gələcəksiniz bura. Ən maraqlı hissəsi mənə gələn bu maraqlı gələn bu koridoru oldu. Çünki belə koridorlar olmur. 3 metr yarımın 3 metr yarımın 9.30 tək bu gördüyünüz koridordur. Bir də izah edirəm. Saray qəsəbəsində paket kupçalı evdir. 170 min manata satışa çıxarıldı. 7 sot yarımın içərisindədir. 4 otaqlı evdir, amma 150 kvadratlıq evdir. Qiymətində ev sahibi özü endirim eləyəcək. Yerləşdiyi ərazi. Sumqayıtdan gələndə Saray Petroldan sağa dönəndə birinci oba var. Ovadan asfalt yol girir içəri. Düz asfalt yolla gəlib çıxırsınız bu evə. Onu özüm inşallah sizə göstərəcəm. İnşallah mütləq gəlin bu evə baxın. Allah Allahın da satanında xeyir versin. Sağ olun.